ay Allah, elə gecə gündüz ölümü fikirləşəcəksən onda. Bir də insanların istədiyi kimi yaşayırsansa, bax sənə ölçülmüş, biçilmiş bir həyat var. Səni hələ bir salıblar bir dənə formaya, bax bu cür yaşamalısan. Bu formaya uyğun olmalısan. Bu ölçülərə uyğun olmalısan, bax bu cür yaşa. Yəni sən özünün seçmədiyin bir həyatı yaşayırsansa, həyat yoldaşını sən seçməmisənsə, kimsə seçibsə sən yer və peşəvi sən seçməmisən, hobbilərsən, heç nəyi sən seçməmisən həyatında. İstədiyin özünün elə istədiyin bir şey var, eləyirsən, həmən ona gülürlər, ələ salırlar. Yəni nə bilim, baba var da burada bir şeylər var. Ölüm qorxusunun səbəbi ölümün özü ilə bağlı deyil. Ölümdən qorxursunuz deyə doğrudan onunla bağlı deyil. Onunla bağlı deyil. Onunla bağlıdır ki, həyatda boşluqlar var. Belə. Salam, salam, salam.